Bak, elm necə gələcək? Əlbəttə. Birinci budur, bax. Dedim ki, elm çox bahalı bir şeydir, çox nazlı bir şeydir, çox əmək istəyir, qaynaq istəyir. Bir millət və birinci şərt budur. Bir millət və bir dövlət olaraq qavrayacağıq ki, elmi gətirməsək, texnologiyanı gətirməsək, dirçəliş yoxdur. Yox olacaq. Birinci budur. Və bu anlayış, bu konsepsiya Azərbaycanın milli, dövlətin və millətin milli hədəfi olmalıdır. Yəni mənim imkanım olsaydı ki, Azərbaycan üçün, Azərbaycan dövləti və xalqı üçün bir dənə proqram yaz və Azərbaycanın milli hədəfləri nədir desə göstər, ay müəllim desələr mənə, mən birinci bunu yazaram. Mənim dövlətim və millətimin bir nömrəli hədəfi elmi bura gətirməkdir. Universiteti bura gətirməkdir. Əgər bu elm ona sevgini görən kimi gəlməyə başlayır. Yəni dövlət və millət olaraq elmə dəyər verən kimi elmin gəlişinin qapısı açılacaq. Birinci şərtimiz budur. 2. Ədalət olmayan yerdə elm olmur. Çox gözəl. Elm deyir ki, mən çox dəyərli bir şey, mən ədalət olan yeri sevirəm. 3. Azadlıq, yəni fikir özgürlüyü olmayan yerdə, mən burada həm də alimlərin də fikir özgürlüyünü deyirəm. Bir alim, o biri alimin yazdığının tam əksini yazmaq haqqına sahibdir deyirəm. O da dəlilini ortaya qoyacaqsan, yəni fikri mücadilə olmasa, fikir azadlığı və hürriyyət olmasa, elm gələməz. Elmin böyümə şərtinin birincisi bəlkə də budur. Baxın, 20-ci yüzilin əvvəlində, cəmi 20-30 il deyirəm də Rüfət bəy. Nəyə görə bu qədər böyük adamlar ortaya çıxıb? Baxın, çünki bir hürriyyət gəlib, fikir mücadiləsi olub. Baxın, Turançılar da var, İslamçılar da var, sosialistlər də var, nə bilim, Azərbaycanın fərqli baxış açıqları da var, o baxış açıqlarına görən insanlar da var, o cür partiyalar da var, bir-birindən mücadilə içərisindədirlər. Hər kəs fikrini açıq şəkildə demək üçün qəzeti var, jurnalı var, imkanı var, deyir, danışır, parlamentdə deputat ola bilir. Baxın, bu gedən çaxnaşma, gedən fikir ayrılıqları, gedən mücadilə böyük insanlar ortaya çıxarır. Elm deyir ki, elmi milli siyasətin əsasına qoymasaz gəlməyəcəm. 2. Elm deyir ki, ədalət olmasa gəlməyəcəm. Elm deyir ki, azadlıq yoxsa mən gəlməm. Baxın, Fransada fikir hürriyyəti var. Alimlər, tamamilə fərqli alimlər var. Tamamilə fəlsəfi görüşləri var. Tamamilə fərqli ədəbi cərəyanlar var. Bu rəssamlıqda da belə, deyil mi? 4. Elm çox bahalı şeydir. Deyir, mənə maliyyə ayırın. Yəni, bir alimə 500-600 manat pul verirsiniz, orada elm olmaz. Verəcəksinizsə gələcəksiniz. Baxın, sonra nə deyirəm? 5. 6. Çalışqanlıq olacaq. Bizim qüsuru cəhətimizin biri də budur. Biz çalışqan millət deyilik. İçimizdə ayrı-ayrı çalışqan insanlar var. Mən özümü çalışqan hesab edirəm. Amma millət olaraq çalışqan millət deyilik. Niyə görə? Baxın, hədəfimiz yoxdur. Hədəf insanı çalışdırır. Hədəf insanı böyüdür. Hədəf insanı kəşf edir. Hədəf insanın içindəki imkanlar ortaya çıxır. Hədəfi olan insan əsla vaxtını israf eləməz. Hədəfi olan millət və insan saatlarla telefonda oynamaz. Bu, ertələyən insanlara mənə deyirlər ki, müəllim, məndə ertələmə xəstəliyi var. Yəni, bugün işini sabaha qoyuram. Mənə reseptim var. Deyirəm, sənə reseptim bircə denəm. Deyir, nədir müəllim? Deyirəm, ölümü ciddiyə al. Anla ki, ölüm hər an gələr. Ölümün yaşı olmaz, cinsi olmaz. Ölümü ciddiyə alan adam zaman israf eləməz. 6. özəlliğini deyirəm, elmin gəlməsi üçün. Dünya ilə bağ quracaq, bəy. Bax, elə necə deyim, nəbzimiz, necə ki, əlinizi nəbzinizə qoyarsınız. Bax, o cür bilməliyik ki, bugün Almaniyada elmi nə yeniliyi oldu? Bura getirməli dəqiq onu. Fransada nə yeniliyi oldu? Amerikada bugün nə yeniliyi oldu? Yaponlarda nə yeniliyi oldu? Ora tələbələri göndərməliyik, onu öyrənməliyik və gətirməliyik bura. Dünya ilə belə necə deyim, canlı bir əlaqəmiz olmalıdır, canlı. Sonra bax, necə bəy? Universitetlərimizi, məktəblərimizi bayaq saydığım əsaslarda yenidən dizayn eləyəcəyik. Sorğulayan, araşdıran, elmə dəyər verən universitetlər quracağıq, məktəblər quracağıq. Sonra necə bəy? Dünyanın ən böyük deyirəm, kitabxanalardan biz Azərbaycana gətirəcəyik. Quracağıq burada yəni. Kitabxanalarımız var, yox demirəm, amma müasir dövrdə dünyadakı yaxşı kitabları hər gün ala bilən, gətirə bilən bir güclü bizim kitabxanalarımız olmalıdır ki, biz gedək ondan istifadə edəcəyik. Bax, mən belə deyirəm, bir dənə cümlə yazmışam. Bura, bəy. Cəhalətin nə qədər qorxunç bir xəstəlik,
cahillerin nə qədər qorxulu adam olduqlarını anlamadan alimin, müəllimin, məktəbin, universitetin dəyəri bilinməz. Ne güzel. Bu cümləni bir də təkrar edirəm. Cəhalətin nə qədər qorxunc bir xəstəlik, cəhalət bizi məhv eləyir. 2. Cəhalətin nə qədər qorxunc bir xəstəlik olduğu bilinmədən, cahillərin cəmiyyət üçün, hamımız üçün, ailəmiz üçün və dövlətimiz üçün nə qədər təhlükəli adamlar olduğunu, baxın, cahillər düşmənlərin müttəfiqləridir. İçimizdəki müttəfiqləridir. Şuurlu eləmir, cahil olduğuna görə ona yardım edir. Cahillərin nə qədər təhlükəli adam olduğu bilinmədən alimin, müəllimin, universitetin dəyəri bilinməz. Biz sürəkli olaraq, mətbuat olaraq, insan olaraq insanlara cəhalətin və cahillərin nə qədər qorxulu bir güc olduğunu söyləməliyik. Oxumaq, elm öyrənmək bir diriliş hərəkətidir. Oyanış hərəkətidir. Və nəhayət bəy, oxumağa, elmə təşviq eləməliyik insanları. Gözəl alimlərə dəyər verməliyik. Baxın, Nobel mükafatını təsis edənlərin hədəfinin biri budur. Elm təşviqi sevir, alim təşviqi sevir. Hər sahə belədir, Rüfət onun əməyinə dəyər verilsə, özünü daha çox o işə həsr eləyir. Və bunu mən belə deyirəm. Gözəl Azərbaycan xalqına, nəyə dəyər versəniz o artacaq bəy. Yəni ailədə, universitetdə, cəmiyyətdə, elmə, təhsilə. Hətta mən belə deyirəm, Allahın verdiyi dəyəri versək, Azərbaycan dünyanın gözdə ölkələrindən biri olacaq. Azərbaycanın buna həm tarixi imkanı var, həm milli imkanı var, həm mədəni imkanı var, həm iqtisadi imkanı var, həm də coğrafiyası elə bir bölgədədir ki, bu coğrafiya, məsələn, Azərbaycanda niyə bu qədər böyük adamlar ortaya çıxır? Çünki Azərbaycan, bax, diqqət edin, əlaqələrin güclü olduğu bölgədir. Məhəmməd Əmin Rəsulzadənin parlaq bir sözü var. Deyir ki, Azərbaycan əbədi mücadilə məkanıdır. Bu mücadilə sadəcə hərbi, savaşdan söhbət eləmir. Deyir ki, Azərbaycan əbədi fikri mücadilə məkanıdır. Fikrin toqquşduğu məkanıdır, doğru. O fikrin toqquşduğu məkanda da biz o fikrin toqquşmasını fürsətə və imkana çevirib, enerjiyə çevirib, inkişafın yolunu açmalıyıq. Onu söyləyirəm, bəy. Çox təşəkkür edirəm Siracəddin müəllim. İndi izləyicidə bu sual yarana bilər ki, çox gözəl fikirlərdir. Amma bunu toplum mu etməlidir, yoxsa bundan ötürü siyasi iradə mi önəmlidir? Bu dövlətin üzərinə mi düşür, yoxsa millətin üzərinə düşür? Sonda bu sual da bir cavablar. Rüfət bəy üzərinə düşən eləyir. Studiyanı açıb, qıt imkanlarla, bu dar imkanlarla, hər öz keyfində olduğu bir dövrdə millətə deyir ki, təhsil elm olmasa inkişaf edəcəksin. Yəni, mətbuat öz işini görməlidir. Hər kəsin öz çapında görəcəyi iş var. Aydındır. Mən bir ziyalıyam, akademiyada çalışıram. Mənim gücüm buna çatır. Çalışıram, oxuyuram, millətə deyirəm ki, ey millət, bu yol, inkişaf yolu budur. Mənim fikirlərimin hamısı doğrudur iddiasında da deyiləm. Amma mənim gördüyüm anlayış budur. Mən millətimə bu xidmət sayıram bunu. Qəzet də bunu eləməlidir, jurnal da, elə işlər də var ki, bəy, fikir ver, bu dövlət səviyyəsində olmalıdır. Bəli. Bayaq dedim, dövlət konstitusiyasının, proqramının birinci maddəsi bunu eləməlidir. Azərbaycanı bir elm yurduna çevirəcəm. Azərbaycanın elmin, texnologiyanın olduğu məkana çevirir. Ən gözəl universitet niyə bizdə olmasın? Ən yaxşı kitabxana niyə bizdə olmasın? Ən böyük alimlər niyə bizdə olmasın? Ən yaxşı maaşı niyə mənim alimim, müəllimim, həkimim almasın? Bunu da dövlət edilməlidir. Parlamentin də etdiyi iş var, kitabxananın da etdiyi iş var. Yəni, birisi necədir? Milli mücadilə bir yönlü olmur. Milli mücadilə kompleksdir. Hər fərddən də, ailədən də asılı şeylər var. Dövlətdən, millətdən, ölkənin siyasi, hərbi gücündən də asılı olan şeylər var. Dövlət büdcəsindən ən çox pulu təhsilə və elmə ayıracaq. Bunu nə Rüfət edə bilər, nə də